müasirliklə əxlaqsızlığı qarışdırdı. Cəmiyyətimizdə qınaq var idi, ağsaqqal ağbirçək sözün eşitmək var idi. Qadın çox üzr istəyirəm, it deyil. Gətirmənin zincirdən qapıda bağlayarsan. Bax, o qadınlar, quşbeyin qadınlar, ağlı yoxdur. Sən bu kişini seçəndə, bu kişi ilə ailə quranda, sən bunun büdcəsinin nə olduğunu bilirdin də. Əxlaqsız qadın da ərindən ona görə boşanır. Geçsin rahat özü üçün tüfeyle həyatını yaşasın. Bəzi şeylərə müasirlik adı altında o qədər əxlaqsızlıqları görürük ki biz. Bir insana görə öz kişiliyini satıbsa, o hamını satar, hər şeyi satar. Axı cəmiyyətimizi pozur, Yox, cəmiyyəti pozur. gəncləri pozur. Cəmiyyət pozulmağa meyillidirsə ona cinsazlıq olmaz. İnsan əgər kişi kimi dünyaya gəlibsə, kişi kimi də getməlidir. Mən evləndim, dedilər ki, yalan bu gözdən pərdə açmaq. Yox dedilər, həyat yoldaşı sadəcə olaraq bir fiqurdur onun həyatında. Zəng edirlər siz həyat yoldaşınıza. Cavab vermir.